Yenə susqun qələmim eşq ilə gəldi cuşa. Anamız Fatimə-i Zəhraya bir misra qoşa. Yazaram Fatimədən bir sətiri gəlsə xoşa. Bir ömür mən bu işi dərdimə dərman deyərəm. Bu günahkar canımı mən ona qurban deyərəm. Dedi Peyğəmbərimiz eşqlə anam Fatiməni. Qəlbinin parəsi hər vaxtı sanan Fatiməni. Bunu bilsin ki, fəqət razı salan Fatiməni. Həmin insan Rəsulallahı bilin razı salır. Bunu da eyləyən Allahı bilin razı salır. Bir xanım ki, qoruyub şah-ı vilayət bağını, canını verdi fəda, qorudu din bayrağını. O tanıtdırdı bizə insanın ən alçağını. Dedi boş-boş demə ay din belə, iman belədir. Girməsən din donuna, həqiqi siman belədir. Bax həyat yoldaşına, Allahın aslanıdır o. Gözünün nuru Həsən ləyaqət ünvanıdır o. Canı Həzrət Hüseyin Kərbəla sultanıdır o. Qızı Zeynəb elə bir Zəhradır məğrur dayanır. Şamda bir xütbə deyib ki, Yezidin nəsli yanır. Ey müsəlman xanımı, sən bir ayıl hicaba gəl. Yoxsa məhşərdə düşərsən o çətin əzaba gəl. Allahın əmrinə uy, itayət et, səvaba gəl. İstəyirsən sənə Allah deyə Uqba xanımı, onda get yaxşı tanı Həzrət Zəhra xanımı. O hicab ki, ona qeyrətlilərin qurban olub. O səbəbdən çoxuna xanə, məkan, zindan olub. Onu Zəhra ki taxıb, hər kəs ona heyran olub. Bu Quran ayəsidir, qor xanım iffətini, bu itayət və əmir artıracaq izzətini. Nə sayırsan özünü, elmi nələ et nəzəri, nə cür sən yazasan Həzrəti Zəhra əsəri. O edib haqqı difa, ondadır haqqın dəyəri. Axı vicdanı olanlar onun haqqını danışar, xanımın müsibətin carinə